Yeni bir gündən hər birinizə salam dostlar. Bildiyiniz kimi biz YouTube kanalının ikinci videosunu çəkirik. Bizim məqsədimiz ticarət botu ilə trading etmək, yəni canlı əməliyyatlar açmaq və bu botun nəticəsini hər birinizə göstərmək, hər birinizlə tanış etməkdir. Deməli, biz hal-hazırda M1-də CFJP-dəyik, yəni 92% verir hal-hazırda bu valyuta, ona görə buranı seçmişik. İndi bu stoku seçirik və OTC də var, stok da var, dünən dediyimiz kimi. İndi stoku seçməliyik ki, real valyutadır çünki. Və M1-i. CFJP-ni bu 3-də idi. CFJP-yi seçirik. 1 dəqiqəlik. Get siqnal. Görək, siqnal versin görək. Yuxarı. Birinci əməliyyatımız 1 dəqiqəlik yuxarı. CFJP-yi yuxarı. Mən də bunu tövsiyə edirəm ki, OTC-lərdən çox real valyutalarda yəni ticarət edək. Lap biraz faizi aşağı olsa belə real valyutalar daha sərf edir. Yəni bilirik ki, ən azından real bazara əsaslanır. Yəni bütün beynəlxalq platformalarda eyni bir rəqəmi göstərir, yəni qiyməti göstərir. Ona görə adam biraz arxain olur OTC-yə baxanda. Düzdür, OTC-də deyirlər ki, hansısa bir real valyutanın, tutaq ki, OTC-si o həmin valyutanın keçmişdə olan bir yansıması, görüntülənməsidir. Məsələn, indi hal-hazırda CFJP-nin OTC-sində olsaydıq, bu CFJP real valyutasının nə vaxtsa olmuş bir qrafiki kimiymiş kimi deyirlər. Amma yəni o təbii ki, deyilən bir sözdür, ona mən çox da inanmıram. Bu arada ilk plusumuzu götürdük biz. Bugün yəni sırf real valyuta ilə davam edəcəyik. Sadəcə dünən OTC-ni də göstərmək üçün OTC-də də əməliyyat açdım. Stok, yəni real valyuta ilə. İndi bugün bu CFJP-də xeyrimizi götürdük artıq. Ona görə başqa bir real valyuta axtarışına çıxaq, faizi yüksək olanlardan. EURCAD. EURCAD-ı seçək. Burada ulduzlamışam bəzilərin. Burada düzdür, biraz xırda-xırda hərəkət edir, amma seçə bilərik. Bizim minusumuz yoxdur, çünki bayaq plusumuzu götürdük. AVROCAD. Axtaraq görək, hardadır? AVROCAD yəqin 3-cüdə olacaq. Aha, buradadır. Və 1 dəqiqəlik seçək. Get siqnal. Bizim üçün analiz eləsin. Yuxarı. İstiqaməti yuxarı olduğu üçün yəqin yuxarı siqnal verir. AVROCAD. Higher. Higher yazılan yaşlı olan, yəni yuxarı. Lower isə aşağı deməkdir. Qırmızı rəngdə olur bura. Onda aşağı. Deməli. Bizim 45 saniyəmiz qalıb. İstiqaməti yuxarı verib siqnalda. Bugün istəyərəm ki, biraz minuslarla da qarşılaşaq ki, yəni belə deyək, martingale-lə necə minusdan çıxmağı sizə göstərə bilim. 30 saniyəmiz var hələ ki, yəni burada çox ani dəyişikliklər olur deyə mən indidən məsələn deyə bilmərəm ki, ya minusdur və yaxud bu çevrilib plus olacaq. Ona görə burada hətta son saniyədə bir punktla belə bizi minusa düçar edə bilər. Ona görə də sadəcə səbirlə gözləmək lazımdır nəticəni. Belə baxılan anda görə bilərik ki, məsələn, minusdadır və 3 saniyəsi qalıb. Çox güman ki, artıq minus olacaq. Deməli, ilk minusumuzu bu AVROCAD-dan götürdük və plus götürənəcən, yəni martingale miqdarımız çatası qədər, plus götürənə qədər əl çəkməyəcəyik. Mən 1 dollarını açmamın səbəbi bu 100 dollarlıq balans üzərindən 1%-nin hesablanmış martingale kimi mən nəzərdə tuturam, ona görə 1 dollarını açıram. Yəni məndə martingale sistemi 1, 2, 4, 8 kimi 2 qatından getmir. Yəni məndə biraz fərqlidir. Hər martingale səviyyəsində daha artıq qazanc götürmək üçün hesablanıb. Ola bilər ki, məsələn, yuxarı martingalelərə çıxsaq biz yəni videoda görünər, onda siz də tanış ola bilərsiniz həmin bu martingale belə deyək cədvəlinə. Hal-hazırda yenə AVROCAD-dayıq.
deməli 3-cüdə idi deyə biz indi elə promoyu arxaya keçək ki, birbaşa 3-cüyə getsin. Avrokad 1 dəqiqəlik get siqnal, yeni siqnal var, amma bu dəfə artıq 2 dollarla əməliyyat açacağıq. Çünki bayaq yenidən yuxarı verdi. Çünki bayaq nə idi? Bizi 1 dollar minus eləmişdi. Deməli 40 saniyəmiz qalıb. Mən bir dənə saxlayayım burada. Nəticəsini sizə göstərəcəm. Aha, hələ ki 18 saniyə qalıb. Görək. Biraz yuxarı getdi. İndi aşağı getmək istəyir. 7 saniyə. Heç olmaz. Yəni bu bizi məyus eləmir. Çünki yəni bu təbii ki, ticarətdə normal olan bir şeydir. Yəni itirmək də var burada. Heç vaxt 100% qazanc deyilən bir şey yoxdur. Və yenidən. İndi 5 dollardan. Görürsünüz, mən dediyim kimi, məndə 1-2-4 getmir. Məndə biraz yuxarı gedir. Stok seçirik. Yenə Avrokad axtarırıq. Burada nə olmasa da bir neçə saniyə fərqlə ola bilər biz itirək. Yəni düzdür, bu işin də elə məğzi binary optionların, yəni məğzi odur ki, elə vaxt limiti var burada, saniyə limiti var. Bu dirəşib ki, yuxarı gedəcək, yəni buranı qırıb keçəcək. Biz o verdiyinə görə də açırıq yuxarı. Yəni bu bütün belə deyək də situasiyanı nəzərdən keçirir. İndi mən kompüterə hal-hazırda o birisi nömrəmdə Telegram bunu trial versiyonu, yəni burada yazıldığı kimi, yəni pulsuz versiyanı qoşmuşam. Pullu versiyada bundan da yaxşı analiz edir. Yəni sizin məsələn alış edəcəyiniz zaman, yəni o hansı ki bundan qeydiyyatdan keçəsiz, bunun sadəcə bir dəfə ödəniş edirsiniz. Yəni pullu versiyasında, yəni aylıq deyil, yəni limitsiz bircə dəfə ödəniş edəndə bəs edir. O zaman yəni əlavə analizlərdə, əlavə süni intellekt botlarda qoşulacaq bura. Məndə hal-hazırda sadəcə yəni trial versiyonundan, yəni sadə versiyondan istifadə olunur. Ayda görürsüz, baxın, son saniyələrdə bayaqdan plusdaydı, gəldi bizi minus elədi. Yəni burada belə şeylər normaldır. Keçək. Əslində istiqaməti düzgün vermişdi. Burada 1-2 saniyə çatmadı ki, bizi plusla bağlasın. Yenidən Avrokad. Görürsüz, baxın, bazar fərqli cürdür, fərqli dəyişkənliklər ümumiyyətlə göstərə bilir. Yəni ruslar demiş, risk olur bunlar. Anidən. Yenə biz əhdimizə sadiq qalaraq itkimiz Avrokadda olmuş deyil, yenə bu dəfə aşağı verdi. Çox maraqlıdır ki, bu dəfə aşağı verdi. Yəni istiqaməti dəyişdi artıq. Gördü ki, oranı qırıb keçənmədi, qayıtdı aşağı. Əslində də elə oldu. Yəni böyük bir şamdır bu. 1 dəqiqəlik üçün böyük bir şamdır. Görürsüz, bayaqdan necə hərəkət edir, xırda-xırda. Yəni bu da onu göstərir ki, artıq istiqamətini dəyişdi. Bu da bunu analiz edə bilir. Analiz edə bilir və deyir ki, yəni istiqaməti artıq dəyişdi. Siz yəni dövr elə bir dövrdür ki, artıq belə yeniliklərdən, belə inkişafdan istifadə etmək lazımdır. Süni intellekt dövrüdür. Ona görə də bu süni intellekt, yəni bu sahəyə də öz təsirini təbii ki, göstərməli idi və göstərdi də. Hətta birazdan elə bir süni intellekt sistemləri çıxa bilər ki, hətta yəni bazarı əməlli başlı analiz edib, yəni bir qərar verə bilər artıq hansı istiqamətə dəqiq gedəcəyini bəlkə də tuta bilər. Yəni belə deyək də, indi hal-hazırda 70-80%dir. Ola bilər faizi, yəni 100% təbii ki, işin yoxdur, amma faizi lap yuxarı ola bilər. Ona görə. İşte biz də bu arada yəni götürdük artıq minusumuzu. Bizim neçə martingelimiz oldu. O bayaqki də gördünüz, yəni son saniyələrdə biz əslində heç bayaqdan 5 ilə qaydacaqdıq. İndi 11-ə yəni birinci dəfə keçdik. Deməli,
2, 5, 11. 3 dənə martingəldən biz qaytardıq. Artıq Avrokaddan əl çəkirik. Çünki bizə plusumuzu verdi. Yəni ümumi nəticə ilə hesablasaq biz plusdayıq. Çünki 92%-dir, kifayət qədər yaxşı bir yəni faizdir bu bazar üçün. Yəni bundan o tərəfəsi yoxdur bu kit optionda. Yəni məndə şəxsən göstərmir. Deməli, indi biz keçək başqasına. İstəyirəm bu gün biraz video uzun olsun, amma elə istədiyim kimi oldu da. Elə qırmızı, yəni daha doğrusu belə deyim, minuslar düşdü. Martingellər düşdü videoya ki, neçə martingeldən çıxdıq əməliyyatdan. Əslində yəni 2 dənə martingeldən çıxacaqdıq, 5-dən çıxacaqdıq bu şey. 11-ə gedəsi olduq, amma orada sıraz minus elədiyinə görə 3-cüdən çıxası olduq. 3 dənə martingel oldu. İndi o bayaqki favorit siyahımdan baxım görüm. 91%, yaxşıdır, avro dollar. Qəşəng valyutadır bu. Mən xoşlayıram avro dolları. Təzədən qayıtmışıq 1 dollara. Çünki bildiyiniz kimi, yəni bizim minusumuz da artıq olmadı. Minusdan çıxdıq daha doğrusu. Stoku seçdik. Avro dollar. 1 dəqiqəlik. Get signal. Və yuxarı. Siqnalı verən anı açırıq biz əməliyyatı. Hətta indi belə deyək, indi mən təbii ki botun məsələn satışı zamanı, siz tərəfindən alışı zamanı mən onu hər bir qaydasını izah edirəm quraşdırdığım zaman və başa da salıram ki, necə istifadə qaydası var, necə istifadə olunur. Məsələn, burada demədiklərim şeylər də var ki, mən onları nəzərə alıram. Üstəlik botu əldə edəndə sizə bir dənə də ayrıca strategiya verəcəm. Yəni indi bu strategiyadan burada istifadə eləmirəm, daha da asanlaşdırır işi. Təbii ki, yəni indi bu hamısı yəni bu botun alışı zamanı izah olunur. Ola bilər ağlınızda sual yarana bilər ki, bot yaxşı botdur, niyə alışını təşkil edir, satışını daha doğrusu təşkil edirsiniz? Yəni əlavə gəlir üçün. Yəni oradan aldığım pulu buranın balansına yatırıram ki, daha çox pul olsun. Yəni daha çox əməliyyat açım. Bu arada bu əməliyyatımız minusla nəticələndi. Ola bilər bazarda, yəni təbii ki 100% deyilən bir şey yoxdur. Sadəcə martingellər icazə verir ki, bizə əməliyyatın minusundan çıxa bilək və görürsüz bax saniyəmiz çatdırmadı. Bizdə yuxarı əməliyyat idi, aşağı ilə davam elədi. Aha. Və get signal. Fitillərə baxın bir dənə. Özünüz bir dənə baxın, yenə yuxarı verdi. Böyük fitil verdi buradan, amma yenə yuxarı. Yəqin ki, bildiyi bir şey var. Yəni, nə olmasa da normal bir insandan çox şey bilir süni intellekt. Yəni, təbii ki, bu işin ustadları var. Yəni, ona bir şey deyə bilmərəm. Onlar da yaxşıdır bu sahədə, amma yəni süni intellekt fakt köməkçi vasitədir. Mən bunları həmişə köməkçi vasitə deyirəm. Yəni bunlar insanın işini asanlaşdırır. Burada indi bir dənə martingelə getmiş olacaq yəqin ki. Amma yenə tez danışmayım. Burada mən həmişə sınamışam. Nə vaxt tez danışsam, əksər hallarda yəni sırazı aşağı və yaxud yuxarı gedərək istiqamət dəyişir və minus edə bilir. 10 saniyəmiz qalıb, amma görək. İndi deyəsən indi yenə dediyim kimi olacaq. 5 saniyə. Görək riski qayıdış oldu və plusumuzu götürdü. Görürsünüz belə hallarda oldu. Yəni həmişə sırf mənfiyə köklənmək lazım deyil ki, yox elə məndə bir dənə olmur. Yəni bazardır, hər şey ola bilər. Bu normaldır. Amma bir var sırf 0 biliklə bazara başlayasınız. Yəni heç nə bilmədi. Burada artıq biliyə ehtiyac qalmır. Bir dənə proqram istifadə qaydasını bilsəniz bəs edir yəni. Avro dollar tutaq ki, avro dollardırsa burada açıb avro dollarda siqnalı buradan alacaqsınız. Yəni bu elə bir şeydir ki, yəni burada sırf xüsusi bir bilik tələb olunmur. Sadəcə botun istifadə qaydasını mən izah edə bilirəm. Eləyirəm daha doğrusu sizə və ondan sonra da siz artıq başlayırsınız işləməyə. İndi bizə burada da plusumuzu götürdük. Bir dənə martingelə getmiş olduq. Favorit siyahımıza baxaq görək. Yüksək faizlərdən CFJP-yi göstərir yenə və yaxud da burada eləmişdik. Deməli, bu da gəlin istəyirsiniz eləmədiyimiz birini deyək. KJP-yi də məsələn.
Onsa GPA idi, bir tərəfi GPA idi. Stoku seçək. 86%-dir. Kad GPA görüm 3-cüdə səhv etmirəmsə. Aha, 3-cüdədir. Və seçdik. İndi 1 dəqiqəlik seçirik yenə. Görək, niyə gəlmədi? Olur, arada belə texniki problemlər olur. Yəni, kompüterdə olur, telefonda mən rastlaşmamışam. Niyə, 3-cünü seçirik, nəsə siqnalı, daha doğrusu seçim siyahısını vermədi. İndi 1 dəqiqəlik, geç siqnal. Olanda bir dənə təzələn elədiyimiz şeyi təkrarlayırıq. Görək, yeni siqnal versin. Yuxarı, kad GPA yuxarı. Kad GPA hayır. Yaşıl rəngdə. Yəni burada dostlar, 1 dollardan günə bir belə deyək də 7-8-10 dollar arası qazansaz, yəni bu 100 dollar üzərindən hesablanır, çox yaxşıdır. Onu da belə deməkdir. Elə bir 1000 dollar balansınız var, günə 100 dollar qazanırsınız. Yəni bu əslində çox gözəl nəticədir. Belə botlarla çox da yəni istənilən bir bot olsun. Bazarın içinə girəndə bazar mən həmişə deyirəm, ac qurd kimidir. Yəni sizin əlinizdə olanı sizdən qopartmağa çalışır. Onsuz da həmişə elə olacaq. Mənim də tövsiyəm odur ki, real bazarda ticarət edeyim və xəbərlərə mütləq baxmaq lazımdır. Açığım desəm, mən bu gün xəbərə heç videonu çəkəndə baxmadım. Yəni bilmirəm nələrlə qarşılaşacağıq, amma işlənilən halda xəbərə baxmaq, yəni sizi sığortalayır, garantiləyir əməliyyatlarınızı. İndi burada görək, 4 saniyəmiz qalıb. 3, 2, 1. Son saniyədə də burada minus verdi. Görürsünüz, yuxarıdaydı, risk aşağı çəkdi. Yəni, bu belə şeylər olan şeydir. Yəni, burada bundan gərək qorxmayasınız. Qorxan gözə çünki çöp düşər. Ancaq hücum. Təbii ki, imkanlar daxilində. Yəni, mən sizə demirəm, bütün balansınızı riskə atın. Balansın tutaq ki, bir miqdarı ilə də əməliyyatlar aça bilərsiniz. Biz hal-hazırda kad GPA ilə edirik. Çünki burada 1 dollar artıq itkimiz var. Ümumi hesabda, yəni ümumi nəticədə daha doğrusu minusda deyilik. Çünki bayaqdan gördüyünüz kimi, yəni çıxardırıq. Burada yenə aşağı verəcək. İstiqaməti dəyişdi aşağı. Görək. Aşağı istiqamətdə 1 dəqiqəlik əməliyyatımızın nəticəsi necə olacaq? Çox güman bura görə verdi ki, yəni də buranı artıq qırıb böyük bir şamla keçmək istəyir. Amma belə deyək də, korreksiya verib təzən qayıda da bilər. Yəni çaşdırıcı da ola bilər. Ona görə mən heç vaxt belə yerlərdə mən əvvəlcədən bir şey demək istəmirəm ki, sonradan yəni minusla nəticələnə bilər əməliyyatlar. Burada ən çox adamı yandıran şey sırazı aşağı və yaxud yuxarı əməliyyatlarda əks istiqamətdə hərəkət eləməkdir. Yəni 1 saniyə qalmış minus eləməkdir. O adamı yəni pis eləyir. Amma sevindirici hallarda odur ki, bu əksinə də ola bilir. Yəni son saniyədə pluslarda və yaxud gördüyünüz kimi yəni düşdü çəkilişə və bu əməliyyatımızda plus olacaq. Yəni 1-2 saniyə qalmış artıq böyük fərq olanda bilmək olur ki, necə olacaq nəticəsi. Buradan da bir dənə martingellə minusdan çıxdıq, artıq plus elədik. Təzən qayıtdıq 1 dollara. Artıq 20 dəqiqəyə yaxınlaşır video. Bəlkə də burada bilmirəm, saxlayaq və yaxud yox. Bu gün də dostlar, indi yekun icmalı verim ki, yəni necə oldu. Özünüz də şahid oldunuz. Yəni bizdə maksimum bir dənə səhvə görə 3 dənə martingel oldu, amma ondan sonra əsas bir dənə martingellə demək olar ki, yəni nəticəni pluslaşdıra bildik. Yəni yekun nəticəni yaxşılaşdıra bildik. Əsas odur ki, yəni bu gün də minussuz qutardıq. Oldu dostlar, özünüzdə müğayət olun, sağ olun, görüşmək ümidi ilə.